Salam əziz, MİQA və sertifikasiyaya hazırlaşan müəllimlər, əziz həmkarlar, hamınız üçün xeyirli uğurlu olsun. Allah çəkdiyiniz əziyyətin bəhrəsini versin və mən bugündən etibarən sizə tam 2024 test bankında olan testlərin izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, olduğunuz qruplarda paylaşmağı, şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və hər gün mütəmadi olaraq bu testlərin izahını YouTube kanalımızda paylaşacağım. Başlayaq birinci sualdan, vaxt itirməyək. Birinci sualda deyir ki, uyğunluq pozulmuşdur. Təhsil forması, bir də təhsil alma formasından danışır. Gəlin bir dənə onu yadımıza salaq. Təhsilin formaları hansılardır? Qıf sözündən yadda saxlayın. Qıf, qeyri-formal, informal, formal. Təhsilin forması qıfdır. Qeyri-formal, informal, formal. Bəs təhsil alma formaları hansılardır? Əyani, qiyabi, distant, distanda məsafədən də deyirlər. Sərbəsə eksternat da deyirlər. Evdə təhsil, fərdi təhsil, stasionar təhsil. Deməli, təhsil alma formaları hansılar oldu? Əyani, qiyabi, distant, sərbəst, evdə təhsil, fərdi təhsil, stasionar təhsil. 7 dənə təhsil alma forması var. 3 dənə təhsilin forması var. Belə yadınıza saxlayın. Təhsilin forması qısa anlayışdır. Ona görə qıfdır. 3 dənədir. Təhsil alma forması biraz geniş anlayış. Yəni geniş, yəni çox hərfdə, belə yadınıza saxlayın. Az hərfli olan qıfdır, təhsilin forması. Çox hərfli olan təhsil almadır. Təhsil alma forması 7 dənədir. Yəni qiyabi, distant, sərbəst, evdə təhsil, fərdi təhsil, stasionar təhsil. İndi gəlin görək A bəndində nədir? Təhsil alma forması bəli, fərdi, evdə təhsil, sərbəst təhsil, qiyabi, yəni bunlar təhsil almadır, doğrudur. Təhsilin forması informal, qıfın informalı var, qeyri-formal, formalda təhsil formasıdır, bu da doğrudur. C-də deyil, təhsil alma forması tam orta təhsil, xeyr, təhsil alma formaları əyani, qiyabi, distant, sərbəst, evdə təhsil, fərdi təhsil, stasionarda tam orta təhsil, təhsilin səviyyəsinə aiddir. Orta sözü ortada gələndə demişdim səviyyədir, orta sözü başda gələndə pillədir. Yəni tam orta təhsil təhsilimizin səviyyəsində yer alır. Yəni təhsil alma formasında getmir. C yanlışdır. D-də deyir, təhsil forması qeyri-formal, bəli, doğrudur. Təhsil pilləsi orta ixtisas, doğrudur. Orta sözü başda gələndə pillədir. Baxın, orta sözü başda gəlib pillədir. Orta sözü ortada gələndə səviyyədir. Sadəcə C bəndində bizdən səviyyəni soruşmur. Təhsil alma formasını soruşur. O da təhsil alma formalarından əyani, qiyabi, distant, sərbəst, evdə təhsil, fərdi təhsil, stasionar yazsaydı olardı. Bir şeydir. 2-yə baxırıq. Təhsil formaları, təhsil alma formaları. Dedik, təhsil formaları qeyri-formal, informal, formaldır. Təhsil almanı incə dedik. A-da deyir, özünü təhsil yolu ilə biliklərə yiyələnmək. Özünü təhsil sözünü harda görürüz? Mən bu dediyim açar sözləri özünüzdə qeyd edin. Özünü təhsil sözünü harda görürüz? Informalı götürün. Çünki formal, Dədə baba qaydasına gedirik, universitetə, məktəbə, sənədimizi, rəsmi sənədimizi alırıq, ondan yekunlaşır. Qeyri-formal, hansısa kurslara gedirik, dərnəklərə gedirik, nə bilim, hansısa, yəni sertifikat alırıq, ancaq rəsmi deyil. Yəni oradan da sənəd alırıq, amma rəsmi olmayan sənəddir. İnformal isə özümü təhsildə, özüm araşdırıram, öyrənirəm, heç bir sənədlə falan yekunlaşmır. Deməli, A informaldır. Tədris vaxtı müəllimlə şagirdin bir məkanda olmasını gərəkdirməyən proses bu distant təhsildir. Təhsil alma forması məsafədən, yəni onlayn öyrənmə. Sonda dövlət sənədinin verilməsindən başa çatmırsa, bu qeyri-formal və informala aiddir. Sonra fiziki qüsurundan dolayı məktəbə gələ bilməyən şagirdlər üçün təşkil olunan təhsil bu əlbəttə evdə təhsilə aiddir. İbtidai təhsil səviyyəsini vaxtından əvvəl bitirməyin mümkünlüyünü təmin edən, bu da sərbəst eksternal təhsil formasına aiddir. Vaxtından əvvəl bitirmək sərbəst eksternatda olur. Deməli, təhsil burada necə oldu? A informaldır, təhsilin formasına aiddir. B-də distant təhsil forması dedik, o təhsil alma formasına aiddir. 2B-dir. Sonra C qeyri-formal, informal dedik. O təhsil formasına aiddir. Deməli 1AC olur. D ilə Y-də evdə təhsil sərbəst təhsildir. Bu da təhsil alma formasına aiddir. Ona görə BD-də 2 aid oldu. 1AC, 2BD. Cavab D bəndi. 3-ə baxıram. Biri təhsilin formasıdır. Təhsilin forması dedik, qıfdır. Qıf olan hansı variantda var? İnformal var. İnformal, formal, qeyri-formal. Cavab C bəndidir. Yəni burada informal da yazsa, formal da yazsa, qeyri-formal da yazsa götürməliyik. Digərləri təhsil alma formasıdır. 3C-dir. 4-ə baxıram.
Təhsil alanın vəzifələrinə aiddir. Biz bilirik ki, vəzifə bizim belə deyək, borcumuzdur. Mütləq şəkildə eləməliyik. Hüquq bizim haqqımızdır. Eləyə də bilərik, eləməyə də bilərik. Təhsil alanların vəzifəsidir. Pedaqoji işçilərin şərəf ləyaqətinə hörmətlə yanaşmalıyıq. Yəni şagirdlər yanaşmalıdırlar. Doğrudur. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyəti üzr istəyirəm, məsuliyyəti dərk etmək, bəli, məsuliyyətimi dərk eləməliyəm ki, yəni mənim qarşıma nə öhdəliklər qoyulub. Yəni şagirddən danışılır. Təhsil müəssisəsi nizamnaməsinin tələblərinə riayət etməliyəm. Bəli, ondan əlavə daxili nizam qaydalarına da əməl etməliyəm. Şagirdin vəzifəsidir. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq vərdişlərə yiyələnməliyəm ki, gələcəkdə peşə sahibi olum. Bu da şagirdin vəzifəsinə aiddir. Hamısı vəzifədir, amma bir dənə Y bəndi hüquqdur. Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq mənim haqqımdır. İstəyərəm alaram, istəyərəm yox. Yəni istəyərəm alaram, istəyərəm yox, belə deyim ki, yəni haqqımdır. Mən ondan yararlanmalıyam. Heç kim bu hüququ, haqqı sənin əlindən ala bilməz. Hüququmdur, haqqımdır. Keyfiyyətli təhsil almaq, pulsuz kitabların təmin olunmaq, infrastrukturdan istifadə etmək, kitabxanadan istifadə eləmək bu şagirdin hüququdur. Cavab Y bəndidir. 5-ə baxaq. Uyğunluq hansı variantda pozulub? Təhsil pilləsi məktəbə qədər doğrudur. Təhsil alma forması eksternat doğrudur. Təhsil forması formal doğrudur. Ümumi təhsil səviyyəsi məktəbə hazırlıq doğrudur. Təhsil alma forması informal deyil. Demişəm ki, qıf təhsil formasıdır. Qeyri-formal, informal, formal. Qıf sözü sizə çox kömək olacaqdır. Testləri tapmaqda. Demək, təhsil alma forması 7 dənə idi dedik. Fərdi, evdə, sərbəst, eksternat, əyani, qiyabi, distant. Ona görə cavab Y bəndi yanlışdır. Keçək 6-cı suala. 6-cı sualda deyir ki, 5 Y oldu. 6-da deyir ki, təhsil formaları, təhsil alma formaları, təhsil pillələri, təhsil səviyyələri. A-da deyir ümumi təhsil, orta ixtisas təhsili, ali təhsil. Dedim, orta sözü başda gələndə pillədir. Biz buradan pilləni tuturuq ki, 3A-dır. 3A olan variant da elə bir dənə B bəndindədir. Amma yenə də davam edir. Formal, qeyri-formal, informal, qıf varsa təhsil formasıdır. Deməli 1B-dir. İbtidai, ümumi orta. Baxın, orta sözü ortada gəlir. Əslində bu ümumi orta təhsil yazılır. Yəni orta sözü ortada gələndə səviyyə olur. Bu da təhsil səviyyəsidir. 4C-dir. Yəni distant sərbəst də təhsil alma formalarından biridir. 6B-dir. 7-yə baxıram. Təhsil alanın, yəni şagirdin hüququ, təhsil verənin, yəni müəllimin hüququ, valideynin hüququ. A-da deyir övladlarının, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşər dəyərlərə hörmət ruhunda tərbiyə etmək. Bu valideynin vəzifəsidir ki, öz övladını dəyərlərə hörmət ruhunda tərbiyə etsin. Sənin vəzifəndir, borcundur, bunu eləməlisən. Deməli, burada nə olmuş olur? Bizdən valideynin vəzifəsidir. Amma bizdən valideynin vəzifəsini soruşmur. Ona görə A olan variantları çıxıram. C bəndi qeyddir. B-də deyirik, ixtisasını artırmaq. Baxın, bu sizi çox-çox ilişdirə biləcək bir məqamdır. Özünüzdə dəftər qələm götürün, qeyd edin. İxtisasını artırmaq müəllimin vəzifəsidir. Amma yeni ixtisas almaq, plus ixtisasını yüksəltmək, həmçinin elmi dərəcəsini yüksəltmək müəllimin hüququdur. Bax, özünüzdə qeyd edin bunu, hər ildə qəbula salırlar. İxtisasımı artırmaq müəllimin vəzifəsidir. Nə deməkdir? İxtisasımı artırmaq, gedirəm sertifikasiyadan keçməliyəm, yəni öz ixtisasımın üstünə biliyin üstə bilik qoymalıyam. Bu müəllimin vəzifəsidir. Sertifikasiya görürsünüz, məcburdur müəllimlərin getməsi. Çünki ona gedəndə ixtisasını artırır. Amma yeni ixtisas almaq, bioloqum istəyirəm fizikdə olam. Yeni ixtisas almaq mənim haqqımdır. İstəyərəm, eləyərəm, istəyərəm yox. İxtisasımı yüksəltmək. Bakalavrım var, istəyirəm magistrda oxuyam, doktoranturada oxuyam. Heç kəs buna mane ola bilməz, mənim haqqımdır. Elmi dərəcəmi yüksəltmək, fəlsəfə doktoru, elmlər doktoru, professor olmaq istəyirəm. Heç kəs buna mane ola bilməz. İxtisasımı artırmaq vəzifəmdir, amma yeni ixtisas almaq, ixtisasımı yüksəltmək, elmi dərəcəmi yüksəltmək müəllimin hüququdur. İndi burada deyir, ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri öyrənmək, tətbiq etmək. Bu müəllimin vəzifəsinə aiddir. Buradan yenə bizdən vəzifə soruşmur, hüquqi soruşur. B bəndində çıxırıq. B variant, B olan variantlarda çıxırıq. C-də deyir, həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Bu isə şagirdin hüququna aiddir. Çünki keyfiyyətli təhsil almaq hər bir şagirdin hüququdur.
Deməli, 1C olur. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək şagirdin vəzifəsidir ki, verilən tapşırığı vaxtında həyata keçirsin. Amma bizdən vəzifəni soruşmur. D olan variantı da çıxırıq. Elə bunları çıxarışa gedəndə elə A bəndi qalır. Amma yenə də davam edir. Tədrisin forma, metod vasitələrini sərbəst seçmək. Ümumiyyətlə, sərbəst sözünü, seçmək sözünü harada görürsünüz, bilin ki, hüquqdur. Amma kimin hüququdur, onu oxuyub tapmalısınız. Tədrisin formasını, metod vasitəni seçən əlbəttə ki, müəllimdir. Bu da müəllimin hüququdur. 2Y oldu. Tədris prosesinin təkmilləşdirilməsi, maddi texniki bazanın yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək. Könüllü yardım edən də valideyndir. Bu da valideynin hüququdur. Cavab A bəndi 1C, 2Y, 3D F oldu. Davam eləyək. 8-ci sualda nə istəyir? Valideynin vəzifəsinə aid deyil. Övladının dərsə davamiyyəti, təhsilə marağı haqqında məlumat almaq. Baxın, özünüzdə qeyd edin, məlumat almaq valideynin hüququdur. Amma məlumatlandırmaq müəllimin vəzifəsidir. Çaşdırıcı sözlərdir. Məlumat almaq valideynin hüququdur. Harada məlumat almaq sözü gördünüz, valideynin hüququ axtarın. Məlumatlandırmaq sözünü harada gördünüz, müəllimin vəzifəsi fikrini axtarın. Deməli, cavab A bəndidir, çünki məlumat almaq valideynin hüququdur. B-də deyir, övladını dəyərlərə hörmət ruhunda tərbiyə etmək. Bu valideynin vəzifəsidir. Ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək valideynin vəzifəsidir. Övladının icbari ümumi orta təhsil almasını təmin etmək. Yəni 9 illiyi mütləq sən uşağını məktəbə göndərməsən 10-11 məcbur deyil. Yəni icbari 9 illikdir. Vəzifədir bu da. Övladının mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq bu da valideynin vəzifəsidir. Cavab A bəndidir, çünki məlumat almaq valideynin hüququdur. Keçək 9-cu suala. 9-da deyir ki, sual işarəsinin yerinə hansı variant yazılmalıdır? Dövlət, cəmiyyət və özü qarşısında məsuliyyəti dərk etmək, pedaqoji işçilərə hörmət və ehtiramla yanaşmaq bu əlbəttə ki, şagirdin vəzifəsidir. Çünki şagird pedaqoji işçilərə, müəllimlərə hörmətlə, ehtiramla yanaşmalı, özünün məsuliyyətini məktəbdə, dövlətdə, cəmiyyətdə, ailədə bilməlidir, dərk eləməlidir. Bu təhsil alanının, yəni şagirdin vəzifəsidir. Cavab B bəndi. 10-cu sualda uyğunluğu istəyir. Doğrunun adda doğru axtarmalıyıq, yanlışın adda yanlış. Bir də deyir, tədris formasını sərbəst seçmək. Mən dedim, sərbəst seçmək sözünü harada görürüz? Bilin, hüquqdur. Amma kimin hüququdur? Tədrisin formasını, mən hansı formada istəyirəm, dərsimi keçirəm. Bu, müəllimin hüququdur, doğrudur. Yəni, formanı seçən müəllimdir. Təhsil alanın özü qarşısında məsuliyyəti dərk etməsi, incə dedim, məsuliyyəti dərk etmək şagirdin vəzifəsidir. Mən bilməliyəm ki, mən bu həyatda niyə varam? Mənim məsuliyyətim nədir? Cəmiyyətdə, dövlətdə mən nə məsuliyyət daşıyıram? Doğru adda yanlış verib seçənlərə. Özünü təhsil yolu ilə bilikləri yiyələmək, dedim ki, harada özünü təhsil gördünüz, informalı axtarın. Amma burada qeyri-formal yazılır. Olmaz, informal olmalıdır. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab 1 və 3-dür. Y bəndi. 4-də nə deyir? Şagirdlərin ümumi orta təhsil alması məcburidir. Bəli, icbari təhsildir. Ümumi orta təhsil 9 illikdir. Doğru fikirdir, amma yanlışın addadır seçənmərəm. Yəni, doğrunun adda doğru axtarmalıyam, yanlışın adda yanlış axtarmalıyam. Əgər şərtdə uyğunluq deyilsə, şərtdə uyğunsuzluq desəydi, onda doğrunun adda yanlış, yanlışın adda doğru axtarmalıydım. Deməli, 10 oldu Y bəndi. Biraz yanıltmaca oxşuyur, düzdür, amma test elədikcə adaptasiya olasınız. 11-də təhsil alanın hüquqlarına aiddir. Mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə təhsil almaq, bəli, mənim haqqımdır, hüququmdur, doğrudur. Verilən tapşırıqlar vaxtında və keyfiyyətli yerinə yetirmək şagirdin vəzifəsidir. Daxili intizam qaydalarına əməl etmək şagirdin, yəni təhsil alanın vəzifəsidir. Pedaqoji işçilərə, şagird yoldaşlarına hörmətlə yanaşmaq şagirdin vəzifəsidir. Məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək. Ümumiyyətlə, əməkdaşlıq sözünü harada gördünüz? Vəzif axtarın. Bir dənə istisna hal var. Əgər valideyn məktəb kollektivindən əməkdaşlıq edirsə, bunu da qeyd edin özünüzdə. Valideyn məktəb kollektivindən əməkdaşlıq edirsə, bu olur vəzifə, yəni valideynin vəzifəsi. Amma təhsil müəssisəsindən əməkdaşlıq edirsə valideyn, bu olur hüquq. Baxın, əməkdaşlıq sözü dediyim kimi, harada görürüz, vəzifə götürürsünüz. İstisna hal bir dənə nədir? Valideyn
loru dil dediyim belə başa düşün. Valideyn siniflə əməkdaşlıq eləməsi onun vəzifəsidir. Valideyn iclasına gəldin, sən hamı ilə ünsiyyət qurmalısan, danışmalısan. Amma təhsil müəssisəsindən əməkdaşlıq direktorla, yəni məktəblə əməkdaşlıq. Məsələn, imkanın var, sən məktəbə kompüter hədiyyə eləmək istəyirsən və yaxud da kitabxananı zənginləşdirmək istəyirsən və yaxud da futbol meydançası daha da zənginləşdirmək istəyirsən. İmkanın var, təhsil müəssisəsindən əməkdaşlıq eləyə bilərsən. Bu sənin haqqındır. Eləyə də bilərsən, eləməyə də bilərsən. Deməli, yekə ilə əməkdaşlıq, təhsil müəssisəsindən əməkdaşlıq valideynin hüququdur. Eləyə də bilər, eləməyə də bilər. Amma məktəb kollektivinə əməkdaşlıq valideynin vəzifəsidir. Mütləq eləməlidir. Yəni əməkdaşlığı harda gördük, vəzifə götürürük. Yəni müəllimlə də əməkdaşlıq vəzifədir, şagirdin dostlarına, şagird yoldaşlarına əməkdaşlığı da vəzifədir. Bircə dənə təhsil müəssisəsindən əməkdaşlığı harda görürüz, hüquq axtarsız özdə valideynin hüququ. Deməli, harda qaldıq burada? Bir dəqiqə, mənəvi psixoloji cəhətdən deməli, adı nə dedi? Mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə təhsil almaq, bəli, hüququmuzdur. Digərləri vəzifədir. Məktəb yoldaşlarla təhsildə əməkdaşlıq etmək. Yəni, B, C, D-yi hamısı şagirdin vəzifəsinə aiddir. Bircə dənə A bəndi şagirdin, yəni təhsil alanın hüququna aiddir. 11 adı. 12-yə baxıram. Təhsil verənin, yəni müəllimin vəzifələrinə aiddir. Əlavə məşğələlər, sinifdən xaric fəaliyyətlər keçirtmək. Ümumiyyətlə, bax, sinifdən xaric, məktəbdən kənar tədbir görəndə bilin, müəllimin vəzifəsi. Bəzən çaşırlar ki, müəllim elə edə bilər, eləməyə də bilər. Xeyr, müəllim məktəbdən kənar, sinifdən xaric fəaliyyətlər, tədbirlər keçirtməlidir. Əlavə məşğələlər. Bu müəllimin vəzifəsidir. A bəndi doğrudur. İxtisasını, elmi dərəcəsini yüksəltmək. Bayaq dedim, yeni ixtisas almaq, ixtisasımı yüksəldirəm, elmi dərəcəmi yüksəldirəm, doktorant olmaq istəyirəm, elmlər doktoru olmaq istəyirəm. İxtisasımı, məsələn, dil ədəbiyyatçıyam istəyirəm, ingilis dili müəllimi də olum. İxtisasımı artıra bilərəm. Bu mənim hüququmdur. Təhsil müəssisəsində vəzifə tutmaq, bəli, bu da müəllimin hüququdur. Mükafatlandırılmaq, təltif olunmaq müəllimin haqqıdır, hüququdur. Tədris zamanı metod vasitələri sərbəst seçmək. Dedim, harda sərbəst seçmək sözü gördünüz, bilin hüquqdur. 12A bəndi. 13-ə baxıram. Uyğunluq istəyir. Doğrunun adda doğru, yanlışın adda yanlış. Qeyri-formal təhsil alma formasıdır. Xeyr, qeyri-formal dedik ki, qıf təhsil formasıdır. Qeyri-formal, informal formal. Bir yanlışdır. Distant təhsil alma forması doğrudur. Doğrunun adda doğru, doğrudur. İkini götürürəm. İnformal təhsil alma formasıdır. Dedim, informal təhsil formasıdır. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab 2-3-dür. Sərbəst təhsil alma formasıdır. Doğrudur, amma yanlışın addadır. Seçə bilmərəm. Cavab B bəndi oldu. 14-də baxıram. Eyler-Venn diaqramına əsasən sual işarələrinin yerinə uyğun gələn variantı müəyyən edir. Yəni, təhsil verənin vəzifəsinə nələr aiddir, təhsil verənin hüququna nələr aiddir. Əgər sual işarəsi ortada olsaydı, oxşar cəhətini istəyərdi. A-da deyir, təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq bu müəllimin, yəni təhsil verənin hüququdur. Təmin olunmaq haqqım var. Mükafatlandırılmaq, təlim olunmaq, təltif olunmaq, bəli, təhsil verənin hüququdur. Mükafatlandırma haqqım var. Mən əziyyət çəkmişəm, neynəmişəm, yəni hansı işlər görmüşəm, mükafatlandırma haqqımdan istifadə edə bilərəm. 2A, B oldu. Qabaqcıl pedaqoji təcrübəni öyrənmək, ümumiyyətlə təcrübədən ki, öyrənmək müəllimin vəzifəsidir. Və interaktiv təlim metodları, innovasiyalardan istifadə etmək müəllimin vəzifəsidir. Yəni, ixtisasını artırmalıdır. Yəni, bu cümlənin mahiyyəti odur. Baxın, interaktiv təlim metodlarından keçirəm. İnnovasiyalardan istifadə edirəm. Sertifikasiyadan niyə keçirsiniz? İxtisasınızı artırmaq üçün. Ona görə bu da müəllimin vəzifəsi olur. 1CD, 2A, B. 14B bəndə oldu. 15-ə baxıram. Uyğunluq hansı variantda pozulub? Təhsil pilləsi ümumi təhsil doğrudur. Təhsilin forması distant. Distant dedik, təhsil alma formalarından biridir. Yəni, distant məsafədən online deməkdir. Cavab B bəndidir. Təhsil alma forması əyani, deyir, sərbəst doğrudur. Təhsil pilləsi də məktəbə qədər doğrudur. 15B oldu. 16-da verilmiş variantlardan hansı doğru deyil? Təhsil alan üçün təlim-tərbiyə müəssisəsi seçmək təhsil verən vəzifəsidir. Dedim, seçmək və sərbəst sözlərini harda görürüz, bilin hüquqdur. Amma burada vəzifə yazır. Deməli, yanlış olan budur. Çünki müəssisəni seçmək şagirdin hüququdur.
Təhsil alan üçün təlim, yəni burada müəssisəni seçməkdir. Seçmək sözü ümumiyyətlə hüquqda yer alan fikirdir. Ona görə A yanlışdır. Təhsil alanların şərəf ləyaqətinə hörmət etmək təhsil verən vəzifəsidir, doğrudur. Uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq müəllimin vəzifəsidir, doğrudur. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri öyrənib tətbiq etmək təhsil verən vəzifəsidir, doğrudur. Təhsil alanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq təhsil verən vəzifəsidir. Bu da doğrudur. Cavab A bəndə oldu. 17-yə baxıram. Sərbəst təhsil alma formasına aiddir. Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq hüququ verən təhsil alma formasıdır. Harda təhsildən kənarda qalan sözünü gördünüzsə, bilin ki, sərbəst təhsil alma formasına aiddir. B-də deyir, müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır. Belə qayda ümumiyyətlə yoxdur. Yəni, bu yanlış qaydadır. Heç belə fikir yoxdur. Müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün təyin edilən tədris prosesidir. Harda xüsusi istedad gördünüz, fərdi təhsil götürün. Bu açar sözləri özünüzdə qeyd edin. Mən dedikcə, xüsusi istedad görəndə fərdi təhsil götürün. Tədris prosesinin elektron, proqram, texniki vasitələr əsasında təşkil olunduğu təhsil alma forması. Yəni, harada kompüterə aid, uzaq məsafədən, yəni elektron, belə sözlər görəndə distant və yaxud da məsafədən sözünü axtarın. Çünki onlayn sistem, onlayn öyrənmə distantdır. Özünü təhsil sözünü görən kimi də informalı axtarın. Cavab A bəndi olmuş oldu. Keçək 18-ci suala. 18-də nə istəyir bizdən? Klass yeri tamamla deyir. Valideynlərin hüquqlarından biridir. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq. Bəli, yəni bu valideynin biri hüququdur, bizə də digər hüquqlarını soruşur. Yəni buna çəngəl sual deyirlər. Yuxarıda yenə, yəni hüquqa aid bir fikirdir. İndi yenə hüquqa aid bir fikirlə tamamlamağımızı istəyir. A-da deyir, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək. Əxlaq normalarına, etik davranış qaydalarına riayət etmək müəllimin vəzifəsidir. B-də deyir, məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək bu da valideynin vəzifəsidir. Amma desəydi təhsil müəssisəsinin əməkdaşlıq o hüququ valideynin hüququ olardı. Bizdən indi valideynin vəzifəsini istəyir. Daha doğrusu hüququnu istəyir, hələ ki A-la B vəzifə olaraq gedir. A müəllimin vəzifəsidir, B-də valideynin. C-də nə deyir? Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsi seçməyə görə də hüquq axtarıq. Elə cavab C bəndidir. Sağlam həyat tərzi keçirtmək şagirdin vəzifəsidir. Hər bir şagird öz sağlamlığının qeydinə qalmalıdır. Bəzən bunda da çaşılır, hüquq götürürlər. Xeyr, sağlam həyat tərzi keçirtmək hər bir şagirdin, təhsil alanın vəzifəsidir. Öz canına, sağlamlığının qeydinə qalmalıdır. Övladlarını humanistlik, vətənpərvərlik ruhunda tərbiyə etmək hər bir valideynin vəzifəsidir. 18C oldu. 19-a baxıram. Təhsil alanların vəzifələrini seçin deyir. Yəni şagirdin vəzifəsi. Dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk eləyirsə, bu şagirdin vəzifəsidir. Doğrudur. Bir doğrudur. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf ləyaqətinə hörmətlə yanaşmaq müəllimin vəzifəsidir. Harda pedaqoji etika, etik davranış gördünüz, bilin müəllimin vəzifəsidir. Sonra 3-də deyir, təhsil alanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyini və sağlamlığının mühafizəsində iştirak eləmək müəllimin vəzifəsinə aiddir. Təhsil müəssisəsi nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək bu şagirdin vəzifəsi, yəni təhsil alan vəzifəsidir. Cavab 1, 4 və davam eləyək. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq müəllimin vəzifəsidir. Bayaq dedim, məlumat almaq valideynin hüququdur, məlumatlandırmaq müəllimin vəzifəsidir. 5-də çıxıram, sağlam həyat tərzi keçirmək hər bir şagirdin vəzifəsidir. Cavab 1, 4, 6 A bəndi. 20-yə baxıram. Əyani, sərbəst, stasionar. Bu üçünü birləşdirən nədir? Biz 7 dənə nə saymışdıq? Təhsil alma forması. Əyani, qiyabi, distant, sərbəst, evdə təhsil, fərdi təhsil, stasionar təhsil. Bunlar təhsil alma formasıdır. 20D oldu.
21-ci suala baxıram. 21-də deyir, uyğunluğu müəyyən elə. Təhsil verənin vəzifəsi, təhsil alanın vəzifəsi, təhsil alanın hüququ. Üzürsüz səbəblərdən dərsdən yayma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Harda keyfiyyətlə yerinə yetirmək gördünüz, bilin vəzifədir, yəni şagirdin vəzifəsinə aiddir. Bu oldu, 2 ayda oldu. A 2 ayda olur. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşmadan keçmək, yəni ixtisasını artırmaq bu müəllimin vəzifəsidir. 1B oldu. C-də deyir, təhsil müəssisəsini, tədrisin dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri sərbəst seçmək. Dedim, sərbəst seçmək. Harada gördünüz? Hüquq axtarın. O da elə hüquq, şagirdin hüququ var. 3. C 3 ayda oldu. Mükafatlandırılmaq, tərtib olmaq şagirdin hüququdur. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək müəllimin vəzifəsidir. Və təhsil prosesinin təşkilində, idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək, bu da şagirdin hüququdur. Sərbəst sözü varsa hüquqdur. Deməli, sərbəst sözündən tuturuq ki, CF, baxın, C-də də sərbəst sözü var, F-də də sərbəst sözü var. C ilə F-dən tuturuq ki, sərbəst sözü varsa elə B bəndi olmuş olur. CF bir dənə B bəndindədir. 22-yə baxıram. 22-də deyir ki, uyğunluğu tapın. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək təhsil verənin hüququdur, vəzifəsi yox. İxtisas artırmaq olsa, təhsil verənin vəzifəsi olardı. Bir yanlışdır. Mükafatlandırılmaq və tərtib olunmaq təhsil verənin hüququdur, doğrudur. Əlavə məşğələlər, sinifdən xaric və məktəbdən kənar tədbirlər keçirtmək, incə dedim. Məktəbdən kənar, sinifdən xaric işlər görmək müəllimin vəzifəsidir. Amma burada hüquq yazıb. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab 2-3B bəndi. 4-də deyir, valideynlərlə əməkdaşlıq, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq müəllimin vəzifəsidir. Doğrudur, amma yanlışını atladı, seçənmərəm. 23-də səhv bənd istəyir. Dövlət pulsuz icbari ümumorta təhsil almaq hüququnu təmin eləyir. Doğru fikirdir. Hər bir vətəndaşın təhsil almaq hüququ var, doğrudur. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir, doğru fikirdir. Dövlət maksimum yox, minimum təhsil standartlarını müəyyən edir. Yəni minimum nədir? Ən azı bu uşaq bunu bacarmalıdır. Ən azı sən bunu edə bilməlisən. Ən azı 2-ün üstə 2 gələndə şübhələnməməlisən 4 eləyir. Yəni belə. Minimum olmalıdır. Maksimum heç vaxt standart qoymur dövlət. Ən azı hansı standartı cavab verməlisən qoyur. Cavab D bəndidir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir, əlbəttə ki, doğrudur. 23 D bəndi oldu. 24-də baxıram. Deyir ki, təhsil alanın vəzifəsi, təhsil verənin vəzifəsi, valideynin vəzifəsi. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq eləmək, məktəb yoldaşı varsa şagirdin vəzifəsidir. Bir ayda oldu. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq dedim. Nə idi? Müəllimin vəzifəsi. B 2 ayda oldu. Övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumorta təhsil almasının təmin olunması üçün məsuliyyət daşıyır. Övlad sözü varsa valideyndir. Elə valideyn olanda 3-dür, 3 idi. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək. Ümumiyyətlə, keyfiyyətli təhsil verməyə görəndə bilin ki, müəllimin vəzifəsidir. 2D oldu. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq vərdişləri yiyələnmək hər bir şagird yiyələnməlidir. Borcudur, vəzifəsidir. 3-də Y oldu. 1AB, 2CD, 3Y. Cavab yox, cavab C bəndi oldu. Variant C-ləri düz dedik. Bir dəqiqə. Bax, A oldu şagird vəzifəsi, B oldu müəllim vəzifəsi, C oldu valideynin vəzifəsi, D oldu müəllimin vəzifəsi, Y oldu şagirdin vəzifəsi. 1A-Y, 2B-D, 3C oldu. Cavab C bəndi. 24C bəndi oldu. 25-ə baxıram. Təhsil verənin vəzifəsi, təhsil verənin hüququ. Təhsil alanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyin və sağlamlığının mühafizəsində iştirak etmək hər bir müəllimin vəzifəsidir. A 1 ayda oldu. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşmadan keçmək. Harda sertifikatlaşma gördünüz, bilin ki, müəllimin vəzifəsidir.
B. 1 ayda oldu. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil sahəsində təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri sərbəst seçmək. Sərbəst seçmək sözünü görəndə hüquq axtarırıq. Amma bu şagirdin hüququdur. Çünki tədrisin dilini, xarici dil istəyirəm Az sektorunda oxuyuram, istəyirəm Rus sektorunda. Bu şagirdin hüququdur, amma bizdən hüquq soruşmur. Ona görə C olan variantları çıxıram. A, C bəndi getdi. D-də deyir, mükafatlandırılmaq, təltif olunmaq. Bu şagirdin hüququdur. D 2 ayda oldu. Əlavə məşğələ, sinifdən xaric, məktəbdən kənar tədbir dedik, müəllimin vəzifəsidir. Y 1 ayda oldu. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifə seçmək, seçilmək varsa, bu hüquqdur. Amma kimin hüququ şərtdə verildi? Kimin valideyn, müəllimin hüququdur. 1 A, B, Y, 2 D, F. Cavab B bəndi oldu. 26-da valideynlərin hüquqlarına aid deyil. Övladının təhsili, davranışı haqqında mütəmadi məlumat almaq hüququdur. Tədris prosesinin təkmilləşdirməsi üçün təkliflər irəli sürmək hüququdur. Təhsil müəssisəsinin əməkdaşlıq görürsüz gəldi. Təhsil müəssisəsinin əməkdaşlıq valideynin hüququdur. Amma məktəb kollektivlə əməkdaşlıq valideynin vəzifəsidir. YK ilə əməkdaşlığı istəyər yox, balaca ilə kollektivlə əməkdaşlığı mütləq eləməlidir. Övladları ilə təhsil müəssisəsini seçmək hüququdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, daxili intizam qaydalarına əməl etmək bu şagirdin vəzifəsinə aid olan bir fikirdir. Cavab Y bəndidir. Aid olmayan budur. Sonra 27-yə baxıram. Klass yeri tamamla deyir. Təhsil formalarından biridir. Dövlət təhsil sənədinin verilməsi ilə başa çatırsa bu formal təhsildir. Ümumi təhsil müəssisəsində həyata keçirilir. Cavab A bəndi doğrudur. Çünki məktəbdə olur. Özünü təhsil yolu ilə biliklərə yiyələnməni təmin edir. Özünü təhsil dedim sözünü görəndə informal axtarın. Müxtəlif kurslar, dərnəklər, fərdi məşğələlərdə əldə edilən təhsilin forması qeyri-formala aiddir. Təhsilin hər kəs üçün əlçatanlığını təmin edən belə bir fikir yoxdur. Yəni, bu ümumi bir anlayışdır. Təhsil alanlara ümumi təhsilin hər hansı bir səviyyəsinin vaxtından əvvəl sözünü görəndə bilin ki, sərbəst və eksternata aiddir. Cavab bəndi. 28-ə baxıram. 28-də deyir, təhsil verənin, yəni müəllimin hüququnu seç. Məktəb rəhbərliyi, məktəb psixoloqu, həmkarlar ilə əməkdaşlıq etmək, təhsil alanların təlimi və inkişafla bağlı məsləhətləşmə aparmaq bu müəllimin vəzifəsinə aiddir, amma bizdən hüququnu istəyir. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşmadan keçmək müəllimin vəzifəsidir. Amma bizdən hüquq istəyir. 1-2 olan variantlar çıxıram. Cavab B ilə C qalır. 3-ə baxıram. Yeni ixtisas almaq, staj keçmək, ixtisas elmi dərəcəsini yüksəltmək müəllimin hüququdur. Amma ixtisasını artırmaq desə müəllimin vəzifəsi olardı. 3-ü götürürük. 4-də deyir, mükafatlandırılmaq, təltif olunmaq. Bu müəllimin hüququdur. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq varsa müəllimin vəzifəsidir. Bunu da çıxırıq. Və təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifəyə seçmək, seçilmək varsa hüquqdur. 3, 4, 6 cavab C bəndi. 29-a baxırıq. 29-da deyir ki, təhsil alanın hüququ, təhsil verənin hüququ, valideynin hüququ. Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsi seçmək valideynin hüququdur. Deməli, A oldu 3 ay. Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifəyə seçmək, seçilmək varsa müəllimin hüququdur. Seçmək, seçilməyə görə də hüquq axtarmalıyıq. Amma kimin hüquq olduğunu artıq vəzifə tutmaq deyirsə müəllimin hüququndan danışır. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranış haqqında məlumat almaq dediyi valideynin hüququdur. Amma məlumatlandırmaq olsa müəllimin vəzifəsi olardı. Deməli, C aid oldu 3-ə, mükafatlandırılmaq, təltif olunmaq, D oldu 2-yə aid, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsi şagirdin haqqıdır ki, biliyini yenidən qiymətləndirsin. Məsələn, apellyasiya verirlər, biliyini yenidən qiymətləndirmə haqqı var. Y də aid oldu 1-ə. 1Y, 2B'də 3AC, 29C bəndi olmuş oldu. Keçək 30-cu suala. Qeyri-formal təhsil formasına aiddir. Azərbaycan Respublikasına müəyyən edilmiş təhsil alma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil hüququ. Bu olmaz, bu aid olmur. Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsil alanlara ümumi
təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsil alma forması. Özünüzdə qeyd edin. Kənarda qalan plus vaxtından əvvəl sözünü harda görürüz? Bərabərdir sərbəst təhsil alma formasını götürün. Kənarda qalan vaxtından əvvəl. Bu sərbəstə aiddir. Və formal bizdən yəni qeyri-formal istəyir bu. Bu amma sərbəst təhsil alma formasına aiddir. Özünü təhsil sözünü görəndə C bəndində informal axtarın. D-də deyir, təhsilin müxtəlif kurslarda, dərnəklərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsinə müşahidə olunmayan. Yəni kurslarda gedir amma rəsmi sənəd almır. Bu qeyri-formaldır. Cavab D bəndi. Y-də deyir, dövlət təhsil sənədinin verilməsindən başa çatır. Bu da formaldır. 31-ə baxıram. Uyğunluq istəyir. Təkrar sertifikatlaşmada iştirak etməyən şəxslər sertifikatlaşmadan keçməmiş hesab olunur. Doğrudur. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək təhsil verənin hüququdur. Vəzifəsi yox. Bunu götürmürük. Doğru hatta yanlışdır deyə götürmürük. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək təhsil alanın vəzifəsidir. Hüququ yox. Yanlışa yanlış dediyi üçün doğrudur. Əyani və sərbəst təhsil alma forması ibtidai təhsil səviyyəsində təşkil oluna bilər. Doğrudur, amma yanlışın haqqında seçənmərəm. Cavab 1-3 olur. 32-yə baxırıq. Təhsil sahəsində valideynlərin hüquqlarına daxildir. Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsi seçmək, bəli, hüquq varsa seçməyə götürüb bir aiddir. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq dediyim görəndə hüququ axtarın. 2 də aiddir. Övladlarının humanistlik, vətənpərvərlik, Azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə, ümumbəşəri dəyərləri hörmət ruhunda tərbiyə etmək valideynin vəzifəsinə aiddir. 3-ü götürmürəm. Təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasına iştirak etmək hüququdur. 1, 2, 4-lü cavab bəndi. Məktəb kollektivinə əməkdaşlıq etmək valideynin vəzifəsinə aiddir. Amma təhsil müəssisəsindən əməkdaşlıq etmək valideynin hüququ olmalı idi. Amma burada düz elə deyil. Sadəcə hər dəfə deyirəm ki, yadınızda qalsın. 5A oldu. Daha doğrusu 32A oldu. 33-ə baxıram. Valideynin hüququna aiddir. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyətli və övladlarının davranışı haqqında məlumat almaq. Məlumat almaq dediyi hüquqdur. A doğrudur. Övladlarının icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq, məsuliyyət varsa valideynin vəzifəsidir. Övladlarına Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərləri hörmət ruhunda tərbiyə sözü varsa valideynin vəzifəsidir. Ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək şagirdin vəzifəsidir. Övladlarının erkən yaşlarında fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmaq valideynin vəzifəsidir. Cavab A bəndi oldu. 34. Sərbəst təhsil, yəni eksternatı soruşur, bir də qeyri-formalı. Müxtəlif səbəblərdən təhsildə kənarda qalan, dedim kənarda qalan sözünü görəndə kim axtarın? Sərbəst təhsil axtarın. Plus vaxtından əvvəl sözünü görəndə sərbəst təhsil axtarın. Deməli, A oldu bir aid. B-də deyir, vaxtını təhsil alana ümumi təhsilin hər hansı bir səviyyəsinin vaxtından əvvəl sözü varsa sərbəst təhsildir. 1A, B-dir. Elə cavab A bəndidir. Təhsil müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə əldə edilir. Qeyri-formal, dövlət təhsil sənədinin verilməsindən başa çatmır. Qeyri-formal 34 adım. 35-də övladının təhsili, davranışı haqqında mütəmadi məlumat almaq dedim. Məlumat almaq nədir? Valideynin hüququdur. Məlumatlandırmaq olsa müəllimin vəzifəsi olardı. Övladları üçün təhsil müəssisəsini seçmək dedim. Seçmək sözündə görəndə hüquq axtarın. Təhsil müəssisəsinin əməkdaşlıq gördünüz. Təhsil müəssisəsi yekə ilə əməkdaşlıq hüquqdur. Balaca ilə, kollektivlə əməkdaşlıq olsa vəzifə olardı. Cavab B bəndidir. 36-da aşağıdakılardan hansı müasir kurikulumun prinsipinə aid deyil? Müasir kurikulumun prinsipləri 6 dənədir. 1. Şagird yönümlülük, 2. Şəxsiyyət yönümlülük, 3. Tələb yönümlülük, 4. Nəticə yönümlülük, 5 integrativlik, 6 qiymətləndirmə standartları. Özünüzdə qeyd edin bunu. Bunların içində olmayan hansı oldu? İnklüzivlik. Bəs inklüzivlik nədir? İnklüzivlik ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər var. 9 dənə. Onlardan biridir. Hansı pedaqoji tələblər var? Elə deyim, yazın, yadınızda saxlayın. 1. Pedaqoji prosesin tamlığı. Allah qoysa onu növbəti dərslərdə izah edəcəm. 2. Təhsildə bərabər imkanların yaradılması. 3. Şəxsiyyət yönümlülük. 4. Şagird yönümlülük. 5. İnkişaf yönümlülük. 6. Fəaliyyətin stimullaşdırılması. 7. Dəstəkləyici mühitin yaradılması. 8. İnklüzivlik. 9. Məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Deməli 38, 36 oldu.
A bəndi. 37-yə baxıram. 37-də bizdən nə istəyir? Bir dəqiqə. 37-də bizdən nə istəyir? Təhsil alanın hüququ və təhsil verən hüququnu istəyir. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi, psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq hər bir şagirdin hüququdur. Deməli, A oldu 1 aid. Təhsil müəssisəsinin tədris dilini, xarici dili, bunları falan sərbəst seçmək varsa şagirdin hüququdur. Mükafatlandırılmaq, təltif olmaq müəllimin hüququdur. Təhsil müəssisəsinə vəzifə tutmaq, seçkili vəzifələri seçilmək varsa hüquqdur. Yəni B ilə D hüquqa aid oldu. Biri müəllimin hüququdur, biri şagirdin hüququ. A, B oldu təhsil alanın şagirdin hüququ, 2 də C-də oldu müəllimin hüququ. Cavab A bəndi. 38-də valideyn hüquqlarına aid deyil. Övladlarının icbari ümumi orta təhsil almasının təmin olunmasında ümumiyyətlə valideyn məsuliyyət daşımalıdır, tərbiyə verməlidir. Cavab A bəndidir. Bu vəzifədir çünki. Yetkinlik yaşına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsi seçmək varsa hüquqdur. Tədrisin keyfiyyəti, övladlarının təhsilə marağı və davranış haqqında məlumat almaq varsa hüquqdur. Təhsil alanın hüquqlarını müdafiə etməklə hüquq sözü var. Təhsil müəssisəsinin idarə olunmasına iştirak etmək bizdən nə istəyir? Təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək, təhsil müəssisəsinin deyir. Müəssisədə iştirak etmək mənim haqqımdır, hüququmdur. Mən o haqdan, hüquqdan istədiyim kimi istifadə edə bilərəm. İstədiyim deyəndə, yəni qoyulan limitə əsasən istifadə edə bilərəm. Sonra 38A oldu, 39-a baxırıq. 39-da bizdən nə istəyir? 39-da deyir ki, hansı fikir doğrudur? Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatmır yazır, amma çatır olmalıdır. Qeyri-formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə müşahidə olunmur olmalıdır, amma olunur yazıb. Qeyri-formal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnmə formasıdır. Demişdim, özünü təhsil görəndə informalı götürün. Öİ, özünü təhsil informal. İnformal təhsil forması ibtidai təhsil səviyyəsində rast gələ bilərik. İnformal ümumiyyətlə ibtidaidə yox, özünü təhsildə olur. Dedə yanlışdır. Formal təhsil ümumi təhsil müəssisələrində tətbiq olunan təhsil formasıdır. Doğrudur. 39Y. 40-da uyğunsuzluq istəyir. Şagird yönümlü təlim-tədris prosesi zamanı şagirdin potensialı, yəni onun mənafi, maraq tələbatı nəzərə alınır. Doğrudur. Şəxsiyyət yönümlü şagirdlərdə milli mənəvi dəyəri formalaşdırır. Həmçinin idrak, ünsiyyət, psixomotor bacarığı formalaşdırır. Doğrudur. C-də deyir, tələb yönümlülük şagirdin gündəlik təlim nəticələrinə çatması. Gündəlik təlim nəticəsi fərdi ehtiyaclarımızdan qaynaqlanır. Fərdi ehtiyaclarımız isə yəni ki, tələb yönümlülük burada deyir, şagirdin gündəlik təlim nəticələri. Burada nəticə sözü var. Bu nəticə yönümlülükdür. Amma tələb yönümlülük şagirdin fərdi ehtiyac tələbatına yəni dayanır. Şagird yönümlülük maraq tələbatı istəyir, tələb yönümlülük ehtiyac tələbatı istəyir. Yəni bu C bəndi yanlışdır. Tələb yönümlülüyün tərifi bu deyil. Bu nəticəyə çatmasın, yəni nəticəni istəyir. Nəticə yönümlülüyə aid fikirdir. Nəticə yönümlü təhsil iştirakçılarının hər hansı bilik və bacarığı əldə edəcəyi əvvəlcədən müəyyənləşdirir. Bəli, nəticə yönümlü sonda əldə edəcəyimiz nəticəni əvvəlcədən müəyyən etməyimizdir. D yanlışdır, D doğrudur, C yanlışdır. İntegrativli sözü görəndə fənlər və həyatla əlaqə yaradılır. Əlaqə sözünü axtarın. 40 C'dir, yanlış olan C bəndi oldu. 41-ə baxıram, klasteri tamamla deyir. Təhsil alanın vəzifələrindən biridir. Yəni şagirdin vəzifələrindən biridir. Sağlam həyat tərzi keçirtmək biz bilirik ki, şagirdin vəzifəsidir. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək dedim. Pedaqoji etika görəndə müəllim vəzifəsini axtarın. Öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Sərbəst sözü varsa hüquqdur, şagirdin hüququdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, əməl etmək şagirdin vəzifəsidir. Cavab C bəndidir. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək müəllimin vəzifəsidir. Şərəf ləyaqətini, hörmətlə yanaşılmasını tələb etmək müəllimin hüququdur. Cavab C bəndi oldu. 42. Təhsil verənin vəzifəsinə aid deyil. Təhsil prosesinin təşkilində, idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək müəllimin hüququdur. Cavab A bəndidir. Ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə iştirak etmək, bəli, hər bir müəllim iştirak etməlidir. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşmadan keçməlidir hər bir müəllim vəzifəsidir.
Təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil verməlidir müəllim vəzifəsidir. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək, tətbiq etmək, yəni bunlar hamısı müəllimin vəzifəsinə aiddir. Cavabında oldu. 43. Təhsil alanların hüququnu seçdir. Öz məktəb və yoldaşları ilə təhsildə əməkdaşlıq etmək şagirdin vəzifəsidir. Bir olmaz. Ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan istifadə etmək, sinifdən, partalardan, kitabxanalardan, meydançadan istifadə etmək haqqıdır. 2 doğrudur. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Sərbəst sözü varsa hüquqdur və şagirdin hüququdur. 2-3-dür cavab. 4-də deyir, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək şagirdin vəzifəsidir. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq müəllimin vəzifəsidir. Cavab 2-3. 44-də hansı bənddə yanlışa yol verilib? Bakalavriat əyani, bakalavriat qiyabi ola bilər, ümumi təhsil əyani olur, amma ümumi təhsil qiyabi olmur. 9 illik qiyabi olmur, 9 illik icbaridir. Çünki heç olmasa 9 il məktəbə getməlisən. Cavab D bəndidir. Ümumi təhsil stasionar da ola bilər. 44 dedim. 45-ə baxırıq. 45-də nə istəyir bizdən? Təhsil sahəsində valideyn hüququna aid olmayanı bizdən istəyir. Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsi seçmək sözü varsa hüquqdur. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı, davranış haqqında məlumat almaq sözü varsa hüquqdur. Övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq. Harda məsuliyyət, tərbiyə gördünüzsə, bilin valideynin vəzifəsidir. Cavab C bəndidir. C bəndidir. Bizdən çünki hüquq istəyirdi. D-də deyir, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasına iştirak etmək. Hüquq varsa elə hüququdur. Təhsil müəssisəsinin əməkdaşlıq etmək, bayaq dedim, təhsil müəssisəsinin yazın ki, böyük, yəni böyüklə əməkdaşlıq etmək və hüquqdur. Amma kiçik, tıbbılı olan kollektivdir. Kollektivdən əməkdaşlıq vəzifədir. Cavab 45C oldu. 46-ya baxıram. Uyğunluğu istəyir. Doğrunun adda doğru, yanlışın adda yanlış. Təhsil alan ödənişsiz psixoloji yardım ala bilər. Doğrudur. Doğrunun adda doğru, doğrudur. Təhsil alan təhsillə bağlı inkişaf yönümlü tədbirlərdə iştirak edə bilər olmalıdır. Amma doğrunun adını yanlış verib götürənmərəm. Təhsil alan ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak edə bilər olmalıdır. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab 1-3. Təhsil alan biliyin qiymətləndirilməsini yenidən tələb edə bilər. Doğrudur. Yanlışın adları seçənmərəm. Cavab B bəndi. 47-yə baxırıq. Sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Verilmiş situasiyada müəllimin davranışı haqqında nə demək olar? Deməli, konflikt varsa, deməli, burada dəstəkləyici mühit doğru formalaşmıyor. Dəstəkləyici, psixoloji, təhlükəli mühit var. A-da deyil. Müəllim təhsil alanlarda fəal vətəndaşı mövqeyi formalaşdırmaq, müstəqil həyat hazırlamaq vəzifəsini yerinə yetirmir. Burada vətəndaşla bağlı, mövqeyi ilə bağlı, yəni burada elə bir fikir yoxdur. Konflikti həll eləmək söhbət olmalıdır. B-də deyir, müəllim məktəb rəhbərliyi, psixoloqla əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Burada məktəb rəhbərlilik də bir şey yoxdur. Çünki onunla bağlı bir fikir irəli sürülməyib. C-də deyir, müəllim təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirmir. Bəli, onları mühafizə eləmir, təhlükəsizliyi təmin etmir, təhlükəli şəraitin qarşısını ala bilmir, sağlamlıqlarının qeydinə, belə deyim, sağlamlıqlarını təhlükəyə atacaq bir şərait yaradılmasına göz yumur. 47C olur ona görə. Müəllim pedaqoji, etika və əxlaq normalarına əməl etməyə vəzifəsini yerinə yetirmir. Burada pedaqoji etikalıq bir şey yoxdur. Müəllim valideynlərlə əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Valideynlə bağlı da heç bir fikir irəli sürülmür. 47C-dir. 48. Ümumi təhsilin səviyyələri hansı bənddə düzgündür? Məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Cavab bəndi doğrudur. İlk peşə təhsili, texniki peşə təhsili, yüksək texniki peşə təhsili bu peşə təhsilinin pilləsinin səviyyələridir. Bakalavriat, magistratura, doktorantura ali təhsilin səviyyələridir. Ali təhsil pilləsinin səviyyələridir. D-də deyirik, ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Bu da ümumi təhsil pilləsinin səviyyələridir. Y-də tam orta təhsil səviyyədir və ümumi təhsilin səviyyəsidir. İlk peşə təhsili, peşə təhsilinin səviyyəsidir. Doktorantura da ali təhsilin səviyyəsidir. Cavab bəndi oldu.
49. Yanlış istəyir. İnformal təhsil təhsilin forması doğrudur. Ümumi təhsildə qiyabi təhsil alma forması yoxdur. Dedim 9 illik ümumi təhsil mütləqdir, icbaridir, məcburidir, dərsə gəlməlisən. Qiyabi yoxdur. Cavab B bəndidir. Stasionar, sərbəst, distant təhsil alma formasıdır. Doğrudur. Formal təhsilin məzmunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tənzimlənir. Doğrudur. Təhsil prosesinin iştirakçılarının hüquq vəzifələri vardır. Doğrudur. 50-də nə istəyir? 50-də deyir biliyin yenidən qiymətləndirməsini tələb etmək şagirdin hüququdur. Həyat sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq şagirdin hüququdur. Təhsil müəssisəsini, tədris dilini, xarici dili tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dəstənkənar məşğələləri sərbəst seçmək varsa yenə hüquqdur, şagirdin hüququ. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq, vərdişlərə yiyələnmək sözünü görəndə vəzifə axtarın. Şagirdin vəzifəsidir bu. Y-də deyir, ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq varsa şagirdin hüququdur. Hamısı şagirdin hüququdur. D bəndi istisna olmaqla. D bəndi şagirdin vəzifəsidir. 51. Tədris metodik vasitələrlə təmin olunmaq, ixtisas elmi dərəcəsini yüksəltmək, mükafatlandırılmaq, tərtib olunmaq müəllimin hüququdur. Amma ixtisasını artırmaq olsa müəllimin vəzifəsi olardı. 51A oldu. 52-yə baxırıq. Fərqli olan istəyir. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri sərbəst seçəndirsə şagirdin hüququdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək şagirdin vəzifəsidir. Üzürsüz səbəblərdən dərsdən yanma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək şagirdin vəzifəsidir. Pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmətlə, ehtiramla yanaşmaq şagirdin vəzifəsidir. Dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək şagirdin vəzifəsidir. Hamısı şagirdin vəzifəsidir. A bəndi şagirdin hüququdur. Cavab A oldu. Sonra 53-ə baxıram. Fərqli olan istəyir. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq şagirdin hüququdur. Təhsil müəssisəsini, tədris dilini, bunu sərbəst seçmək şagirdin hüququdur. C-də pulsuz təmin olunmaq deyir. Dövlət, bələdiyyə, ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq şagirdin hüququdur. Öz məktəb yoldaşlarının əməkdaşlıq vəzifədir. Demişdim, əməkdaşlığı harada gördünüz, vəzifə götürün. Bircə dənə təhsil müəssisəsində əməkdaşlıq görəndə hüquq götürün, valideynin hüququ. Cavab D bəndidir. Y-də deyir, biliyini yenidən qiymətləndirilməsini tələb etmək şagirdin haqqıdır, hüququdur. 53 dedim. 54 biri fərqlidir. Qiyabi, əyani, distant, eksternat. Bunlar hamısı təhsilin formasıdır. Bir dənə formal, qıf, qeyri-formal, yəni informal, formal təhsilin formasıdır. Cavab C bəndidir. Qıfla çox rahat tapasınız. Çünki çaşdırıcıdır. Qıf harda görürüz, bilin təhsil formasıdır. 55. Kurikulum ilə bağlı verilənlərdən hansı yanlışdır? Təhsil proqramı tərtib edilərkən diqqət edilməli məqamlardan biri şagirdlərin fərdi ehtiyacları nəzərə alınmasıdır. Doğrudur. Təhsil proqramı dövrün tələbinə uyğun baş verən yenilikləri məzmununa daxil etməlidir. Doğrudur. Təhsil proqramında məzmunun həyatla sistemli şəkildə əlaqələndirilməsi vacibdir. Baxın, A-da deyir ki, fərdi ehtiyaclar nəzərə alınmalıdır. Yəni şagirdin ehtiyacı bu şagird yönümlülüklə bağlıdır. B-də deyir ki, yeniliklər baş verən dövrün tələbinə uyğun yeniliklər bu tələb yönümlülüklə bağlıdır. C-də deyir əlaqə, həyatla sistemli şəkildə əlaqə varsa bu inteqrativliyə aiddir. D-də deyir təhsil proqramının sabit olması onun tərtibinə verilən əsas tələblərdəndir. Xeyr, sabit qalmamalıdır, monoton olmamalıdır, dəyişkən olmalıdır, dövrlə dəyişməlidir, uyğunlaşmalıdır. Sabit yox, davamlı olaraq yenilənməli, təkmilləşməlidir. Yəni sabitin yerinə təkmilləşmək olsa olardı. D yanlışdır. Yəni bu da ümumi fikirdir. Təhsil proqramının əsas prinsiplərindən biri nəticə yönümlülükdür, doğrudur. 55 D bəndi olmuş oldu. Sonra 56-ya baxıram. Formal təhsil anlayışının izahı hansı bənddə düzgündür? Dövlət təhsil sənədinin verilməsinə başa çatır, doğrudur. Təhsilin müxtəlif kurslarda, fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsinə müşahidə olunmayan təhsil forması bu qeyri-formala aiddir.
Özünü təhsil sözünü görəndə dedim informal götürün. D-də uzun müddətli müalicədə olan şəxslər üçün ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkil edir. Uzun müddətli müalicə görəndə stasionar axtarın. Elektron vasitələrin köməyi ilə məsafədən icra edilənsə təhsil alma forması distant təhsilə aiddir bu. 56 A oldu. 57. Hansı yanlışdır? Aşağıdakı fikirlərdən hansı yanlışdır? İbtidai təhsil səviyyəsində sərbəst təhsil alma formasından istifadə olunması mümkündür. Doğrudur. Təhsil alanlar və təhsil verənlər məktəbin daxili nizamnaməsinə əməl etməlidir. Doğrudur. Ümumi təhsil pilləsinin istənilən səviyyəsində təhsil alan hər bir şagird psixoloji yardım ala bilər. Doğrudur. Şagirdlər summativ qiymətləndirmənin nəticələrindən narazı qaldığı halda yenidən qiymətləndirməni tələb edə bilər. Haqqıdır, hüququdur, doğrudur. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışı olimpiyadalarda iştirak etməlidir. Çox da ola bilər, az da ola bilər olimpiyadada iştirak. Onu saya, yəni ildə neçə dəfə olmasının önəmi yoxdur. Y yanlışdır. 58. Uyğunluğu istəyir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Doğrunun haqqında doğrudur. Bir doğrudur. Dövlət maksimum təhsil standartı yox, minimum təhsil standartını müəyyən edir olmalıdır. Doğrunun haqqında yanlış seçənmərəm. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Doğrudur, amma yanlışın haqqında seçənmərəm. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə müəllim zəmanət verir. Xeyr, müəllim heç bir şey zəmanət vermir. Yanlışa yanlış dediyi üçün doğrudur. Cavab 1, 4 olmuş olur Y bəndi. Və 59-cu suala baxırıq. Təhsil alanların vəzifələrinə aid deyil. Üzürsüz səbəblərdən dərsdən yanma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək şagirdin vəzifəsinə aiddir. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə daxili intizam qaydalarına əməl etmək şagirdin vəzifəsidir. Şərəflə ləyaqəti aşağılayan insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq bu şagirdin hüququdur. Cavab C bəndidir. Çünki vəzifə deyil. Öz məktəb yoldaşlarına əməkdaşlıq etmək şagirdin vəzifəsidir. Sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir. Hamısı şagirdin vəzifəsi oldu. C bəndi şagirdin hüququ oldu. Nəhayət 60-cı suala baxaq. Uyğunluq pozulub deyir. Formal dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Doğrudur. Qeyri-formal təhsilin müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən dövlət təhsil sənədinin verilməsi ilə müşahidə olunmayan təhsil formasıdır. Doğrudur. İnformal özünü təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Özünü təhsil görəndə Öİ, informal özünü təhsil axtarın. Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Doğrudur. Distant elektron vasitələrin köməyi ilə məsafədən icra edilir. Doğrudur. Amma təhsil forması deyil. Təhsil alma forması. Təhsil formaları qıf idi. Qeyri-formal, informal, formal. Bu qədər uğurlar. İnşallah növbəti mövzuların da testlərini mütəmadi olaraq izah edib kanala yükləyəcəm. İzləmədə qalın. Uğurlar, xeyrini görəsiniz.